Bismillahirrahmanirrahim və bihi nəstə'in və huvə xayrun nasirin və mu'in. Bu söhbətimizdə biz istərdik ki, Qur'an-ı Kərimin elmə verdiyi yüksək dəyərlərlə bağlı söhbət edəcək. Ərz eləyək ki, Allah təbarək və Teala Həzrəti Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmə ki, 40 yaşında ikən Peyğəmbərlik verdi və Həzrəti Cəbrail əleyhissalam ilkin vəhiy ki Peyğəmbərə gətirdi, o vəhiy ibarət idi iqra kəlməsindən, yəni oxu. Oxu ərəb ədəbiyyatında feilin əmr formasıdır. Bismillahirrahmanirrahim, iqra, yəni ilkin surə və ilkin ayə və o ayənin də ilk kəlməsi ki Peyğəmbərə nazil olub, ibarətdir oxu kəlməsindən. İqra, yəni oxu. Aya bir dini ki, onun əvvəlinci kəlməsi oxu ilə başlana, özü də əmr formasında, aya mümkündür bu kitab, bu din oxumaqla müxalif ola, bu elmə dəyər verməyə. Deməli, o kəslər ki, deyirlər, din, şəriət elmdən uzaqdır, oxumağa əhəmiyyət vermir. Bunlar Peyğəmbər İslam'a nazil olan Qur'an-ı Kərimin ilkin surəsinin, ilkin ayəsinin lap əvvəlinci kəlməsinə cahildilər. Heç onun birinci hərfindən də xəbərləri yoxdur. Yəni birinci kəlməsindən də xəbərləri yoxdur. Onlar gərək düşünərlər ki, bu din, İslam dini elə bir dindir ki, oxu kəlməsi ilə başlanır. Və Peyğəmbər buyurur ki, elmi oxuyun beşikdən ta qəbrə qədər. Və bu arada demək olar ki, kəlamlar hədislər çoxdur. Və ondan əlavə, Allah təbarək və Teala Qur'an-ı Kərimdə Zümər surəsinin 9-cu ayəsində buyurur ki, Əuzubillahimineşşeytanirracim, Qul həl yəstəvillezine ya'lemune vellezine la ya'lemun. Ya Peyğəmbər, bu insanlara de, aya bilən insanla bilməyən insan musavidir, bərabərdir. Xeyr, heç vaxtı bərabər deyil. Qur'an-ı Kərim bunları bərabər tutmur. Buyurur ki, məgər bilən alim adamla cahil adam, savadlı adamla bisavad adam məgər musavidir, məgər bərabərdir? Onlar bərabər deyil. Bu, İslam dininin demək olar ki, elmə verdiyi yüksək dəyərlərdən idi. Və dəfələrlə Allah təbarək və Teala Qur'an-ı Kərimdə insanları elm oxumağa, öz əqillərin, öz fikirlərin işlətməyə demək olar ki, əmr buyurur. Və Allah təbarək və Teala Qur'an-ı Kərimdə Kəhf surəsində Həzrəti Musa Peyğəmbərlə Həzrəti Xızrın əhvalatını nəql edir. Buyurur ki, Həzrəti Musa Peyğəmbər ki, Ulul Əzm Peyğəmbər idi, tarixlərdə və ya rəvayətlərdə varımızdır ki, Həzrəti Musa Peyğəmbərə xəbər verdilər ki, filan məmləkətdə bir savadlı, elmli, hikmətli şəxsiyyət yaşayır. Yəni Həzrəti Xızr. Həzrəti Musa Peyğəmbər bunu eşitdikdə buyurdu ki, və izqalə Musa li fətahu la əbrahu hətta əbluğa məcməl bəhreyn əv əmziyə huquban. Həzrəti Musa buyurdu ki, öz dostuna, mən o qədər məsafədi qət eləyərəm, o qədər yol gedərəm, ta ki, 2 dənə dəryanın qovuşan yerinə yetişəm, yəni ki, həddən artıq böyük bir məsafəni qət edirəm, ta ki o şəxsiyyəti görüm, yəni ki, Həzrəti Xızrı görəm. Və Allah təbarək və Teala bu ayəni buyurur Surə-i Kəhfdə, ondan sonra buyurur ki, Həzrəti Musa Peyğəmbər yola düşdü, getdi və ta bizim bəndələrimizdən birini gördü, yəni Həzrəti Xızrı gördü ki, biz ona elm əta eləmişdik. Həzrəti Musa Peyğəmbər yaxınlaşır Xızra, böyük bir ədəblə, böyük bir təvazökarlıqla Həzrəti Xızrə müraciət edir, deyir, Qalə ləhu Musa, Allah təala buyurur ki, Həzrəti Musa Xızrə dedi, Həl ətəbi'uka ələ ən tuəlliməni mimma ullimtə rüşdə. Aya, mən sənin dalınca düşüm, sənə itaat eləyim, sənə nökərçilik eləyim, ta ki o elmdən ki sənə verilib, onda müəyyən bir qədərin mənə öyrədəsən, ta ki doğru yola yönəlim. Yəni, Həzrəti Musa Peyğəmbər bir elm öyrənmək üçün, ondan hikmət öyrənmək üçün o qədər özünü demək olar ki, Xızrın müqabilində aşağı fərz eləyir, o qədər təvazökarlıq eləyir ki, bunların demək olar ki, həddi hududunu
bilmək üçün gərək haman o ayələrin təfsirinə baxaq ki, demək olar biz hamısını bəyan edə bilmərik. Buyurur ki, Ət-təbiuka ən tuəlliməni, yəni ayə sənə təbəyyət eləyim, sənin dalınca düşüm. Yəni bir dənə elmə bilən ki, ilahi peyğəmbərlər qiymət verib. Və Həzrəti Xızır peyğəmbərdən dost olur, ta ki o hikmətləri Həzrəti Musa peyğəmbər ondan öyrənir. Və bundan əlavə o kəsləri ki, İslam hövzələrində, İslam mədrəsələrində, İslam maarifindən bəhrə alıblar, onlar elm kəsb eləyiblər, onların həyatına da insan baxanda görür ki, onlar elmə çox yüksək qiymət verib. Mərhum Ağa Nəcəfi Qoçani Şərq Səyahəti adlı kitabında nəql edir ki, bir nəfər gəlir mərhum Axund Xorasani yanına ki, öz dövründə müştəhid olub, mərci təqlid olub. Axund Xorasaniyə deyir ki, əgər sən indi dua eləsən ki, Allah Təbarək və Teala da sənin duavı qəbul eləsin, ayə nəyi dua eləyərsən? Əgər bilsən ki, Allah Təbarək və Teala bu an sənin duavı qəbul eləyər. Mərhum Axund Xorasani buyurur ki, mən Allah Təbarək və Tealadan nə vəzifə istəmirəm, nə pul istəmirəm, dünya malı istəmirəm. Mən yalnız bunu dua eləyərəm ki, ilahi 2 dənə tələbə mənə yetirginən ki, onlar mənim elmimi fəhm eləyə bilsinlər, mən də öz bildiyimi onlara çatdırım, onlara dərs verim. Mən bunu istəyirəm Allahdan. Və bunlar Quran-ı Kərimdən bəhrə aparıblar. Bunlar Həzrəti Peyğəmbər Səlavatıllahın kəlamlarından istifadə ediblər, bu məqama yetişiblər. Və həmçinin nəql olunur, mərhum Ərvaki ağa deyirlər ki, həmişə gəlirdi məscidə dərs verməyə, gəlirdi o bir qəbrin kənarında ki, qədim mədrəsələrdə həmişə görürsünüz ki, o qəbristan həyətində başdaşları var, orada alimləri ya adi insanların vəsiyyətini ona dəfn ediblər. Ərvaki ağanı görürlər ki, həmişə gəlir bir dənə qəbrin kənarında bir həmd-i surə oxuyur, ondan sonra gəlir məscidə dərs verməyə. Bir şagirdlərdən biri yaxınlaşır, Ərvaki ağaya deyir ki, ne ki sən gəlirsən, hər gün burada həmd-i surə oxuyursan. Mərhum Ərvaki ağa buyurur ki, bu insanın mənim boynumda haqqı var. Ne üçün? Çünki mən cavanlıqda mədrəsəyə gedəndə bir dəfə onunla yol yoldaşı oldum. Bir dənə hədisi Həzrəti Peyğəmbər Səlavatıllahdan mən üçün nəql elədi. Ya Həzrəti Əleyhisselamdan bir dənə hədis nəql elədi. Ona xatır onun mənim boynumda haqqı var, mən gərək həmişə gəlim burada həmd-i surə oxuyum. Yəni bu göstərir ki, İslam alimləri nə dərəcədə hətta bir rəvayətə belə qiymət verirlər. Yəni ki, bir dənə şey ondan öyrənib, onun boynunda ona haqqı var. Bu İslam demək olar ki, məktəbində tərbiyyat alan alimlərdir. Bunların elmə və elm tədris edən, elm öyrədən alimlərə, ustadlara belə məhəbbətlə yanaşıblar. Və İslam dininə ətraflı şəkildə baxanda o kəsləri ki, Həzrəti Peyğəmbər Səlavatıllahdan sonra, yəni ki, Həzrəti Moğla Müvahhidin Əli əleyhissalam ki, Ömərlə işimiz yoxdur, ya Əbu Bəkir və ya Osmanla işimiz yoxdur, onların əgər elmli bir kəlamları varsa, gərək onların ağaları o barədə kitab yazsınlar, onların elmi nəzəriyyələrini cəm eləsinlər. Amma Həzrəti Moğla Müvahhidin Əli əleyhissalam, İmam Həsən, İmam Hüseyn, İmam Sadiq əleyhissalama qədər gəlsə, İmam Səccad əleyhissalam ola. İmam Səccad əleyhissalam öz dualarında buyurur ki, ilahi sən elə bir əzəmətli varlıqsan ki, işığın çəksin sən bilirsən, küləyin çəksin sən bilirsən. Bunlar demək olar ki, elmli kəlamlardır. İmam Səccad əleyhissalam o dövrdə fizik oxumamışdı, kim oxumamışdı. Bu nə bilirdi ki, nurun da çəkisi var. O dövrdə bu heç kimin xəyalına gəlməzdi. Amma İmam Səccad əleyhissalamın Məfatihül Cinanda ki, Şeyx Abbas-ı Qumi onu cəm eləyib, onun dualarını orada oxuyanda görür ki, Həzrəti İmam Səccad əleyhissalam Allah'a belə dua eləyir, ilahi, sən böyük bir varlıqsan ki, sənin elminin həddi hududu yoxdur, sən nurun da çəkisini bilirsən. Bunlar göstərir ki, hətta bunların duaları da elmi bir məfhumu, elmi bir ifadələri bəyan eləyib. Və həmçinin İmam Cəfər Sadiq əleyhissalam. İmam Cəfər Sadiq əleyhissalam ona xatir dedim ki, İmam Cəfər Sadiq əleyhissalamın dövründə bir şərait var idi, imam müəyyən qədər öz elmini bəyan elədi. Yəni o biri imamların dövründə belə bir şərait olmayıb. Çünki İmam Sadiq əleyhissalamın dövründə Bəni Abbas ilə Bəni Ümeyyə arasında bir müharibələr,
bir narazıçılıqlar yaranmışdı. Bəni Abbas istəyirdi ki, Bəni Üməyyəni hakimiyyətdən kənarlaşdırsın, özü gəlsin hakimiyyətə. Ona xatir imamlar üçün müəyyən bir fürsət yarandı. İmam Sadıq, İmam Baqir əleyhissalam üçün onlar başladılar tədris eləməyə, elmləri bəyan eləməyə. İmam Cəfər Sadıq əleyhissalamın elmi kəlamlarını Fransanın Strasbourg şəhərində 25 dənə xristiyan alimi, təhqiqatçısı oturub bir kitab yazıblar və o kitabın adını qoyublar Şiələrin düşüncə beyni olan İmam Sadıq əleyhissalam. O kitabı Zəbihullah Mənsuri deməli fransız dilindən fars dilinə tərcümə edib və fars dilindən də bilmirəm Azərbaycan dilinə tərcümə olunub ya yox. Əgər o kitabı bir nəfər mütaliə eləsə, onda bilər ki, İmam Cəfər əleyhissalamın təbabətdə, fizikada, kimyada, fəlsəfədə və cəbrdə, hətta Albert Einstein'in nisbilik nəzəriyyəsini də orada qeyd edirlər ki, İmam Cəfər Sadıq əleyhissalam bundan çox qabaq, yəni ki, 1300 il Einstein'dən qabaq bəyan edib. Həzrəti İmam Cəfər Sadıq əleyhissalam barəsində bu kitab yazılıb Fransada, onun elmi kəlamları orada cəm edilib. Onlar üçün xristiyandır, həmişə deyirlər ki, bu insan nabiğ olub, yəni ki, qeyri-adi istedada malik olub. Amma onların qınamaq olmaz, çünki onlar bilmirlər imam kimdir, ya elmi lədünni nədir, ilahi tərəfdən verilən elm nədir. Ona xatir həmişə gəlir İmam Sadığın bir elmi nəzəriyyəni bəyan edəndən sonra deyirlər ki, bu fövqəl-bəşəri, yəni qeyri-adi bir insan olub. Ondan sonra həman kitabda nəql olunur ki, Həzrəti İmam Cəfər Sadıq əleyhissalam hidrogenin kəşf edib o dövrdə. Yəni hidrogeni İngilis fiziki, İngilis kimyagəri Cavendish ki 1810-cu ildə vəfat edib, kəşf eləmişdi Avropada. Amma Həzrət İmam Cəfər Sadıq əleyhissalam burada göstərilir ki, Cavendishdən neçə yüz illər qabaq hidrogenin kəşf eləmişdi. Həmçinin yazılır ki, İmam Cəfər Sadıq əleyhissalam buyurmuşdur ki, xarici əşyada olan əşyalarda nur var, o nur insanın gözünə tərəf gəlir, hərəkət edir. Əgər insanın gözündə o qüvvə olar ki, bütün o nuru özündə cəm eləyə, onda haman o xaricdə olan əşyaları 50 dəfə, haman indiki gördüyümüzdən 50 dəfə yaxın görəcəkdir. Həzrət İmam Sadıq əleyhissalam bunu bəyan edib, sonralar o cürə ki, kitabda göstərilir. Həzrət İmam Sadıq əleyhissalam fikirləri sonralar Avropa kitablarına, Avropa dillərdə tərcümə olunub və gəlib çatıb Roger Bikinə və Roger Bikin də haman İmam Cəfər Sadıq əleyhissalamın fikirlərinin biraz da elmi şəkildə təhlillatını verib və 1608-ci ildə Liperşi ilk dəfə olaraq dürbini kəşf edibdir. Onlar hamısı gedir İmam Cəfər Sadıq əleyhissalamın fikirlərinə çatır ki, bunlardan qabaq, Liperşidən qabaq və Roger Bikindən qabaq İmam Cəfər Sadıq əleyhissalamın kəlamlarında bunlar vardır ki, insanın gözü mümkündür ki, haman o xarici əşyada olan nur şüalarından cəm eləməklə xarici olan əşyaları yaxın görə. Və Həzrəti İmam Cəfər Sadıq əleyhissalam əgər bunları, bu fikirləri ya nur barəsində ola, ya sonralar optika elmində geniş şəkildə onlar bəyan edilib. Əgər bunu Avropada desəydi o dövrdə Həzrət İmam Sadıq əleyhissalama deyərlər ki, bu kafirdir. Və ya onu edam edərlər o cürə ki, 1183-cü ildə kilsə tərəfindən qərar qəbul edildi ki, kim yeni bir elmi nəzəriyyə versə gərək o edam edilə. Və 1223-cü ildə Avropada qərar çıxdı ki, hər kəs bir dənə yeni elmi fikir söyləyə ki, adət-ənənəyə uyğun olmaya, o dövrdə ki, yaşayan kilsənin fikirləri, yəni müxalif olan, onu geri yandırarlar. Və Napolyon 1808-ci ildə demək olar ki, bu fikirləri batil elədi və müəyyən qədər elmə azadlıq verildi. Deməyim budur ki, İslam dini bağlıdır ki, Qur'an-ı Kərimə və o kəsləri ki, Həzrəti Peyğəmbər Səllavatullahın və Qur'an-ı Kərimin
göstərişinə əməl ediblər. Onlar da elmə yüksək bir qiymət veriblər və hələ o dövrdən böyük elmi nəzəriyyələr bəyan ediblər. Amma bunu gərək nəzərə alaq ki, İslam dini quru elmin tərəfdarı deyil. İslam dini o elmin tərəfdarıdır ki, dinlə müxalif olmaya, dinə əks çıxmaya və dinin öz vəzifəsi var, elmin də öz vəzifəsi var. Əgər insanlar dini qoyarlar qırağa, ancaq düşərlər elmin dalısıcan, demək olar ki, bu insanlar üçün böyük bir fəsad və böyük bir bədbəxtçilik olacaqdır. Bir dənə sadə misalla ərz edeyim ki, dinin vəzifəsi nədir, elmin vəzifəsi nədir? Elmin vəzifəsi odur ki, inkişaf edib, maşın düzəldib bizim ixtiyarımızda qoyur. Dinin də vəzifəsi odur ki, həman o sürücü ki, o maşını idarə edir, gərək sərxoş olmaya, gərək əxlaqı, ədəbi yerində ola. Din deyir ki, əgər bəşəriyyət bu şoferin üzərində zəhmət çəkməyə, bunu tərbiyyətləndirməyə, bunu əxlaqına əhəmiyyət verməyə, nə qədər də o maşın yaxşı keyfiyyətdə olarsa, tormozu yerində olarsa, bütün demək olar ki, onun təhlükəsizliyi qorunarsa, yenə də faydası yoxdur. Ona oturan əgər adam balası olmasa, əgər onun tərbiyəsi, ədəbi olmasa, görürsən ki, avariya olacaq, təsadüf olacaq, insanlar həlak olacaq. Bəşəriyyət bu günləri ancaq haman o maşın üstündə işləyir və o şoferdən daha işləri yoxdur. Bu necə bir demək olar ki, şuur, düşüncə sahibidir, əxlaqı yerindədir, insaniyyəti yerindədir. Yəni ki, məsələn, cahil bir adamdır. Buna əhəmiyyət vermir. Ancaq fikirləri, bəşərin fikri haman maşın üstündədir. Din buyurur ki, haman maşın gərək həm islah ola, gərək ona diqqət edilə, həm də o şoferə gərək insan neyniyə, çox yüksək qiymət verə və onu tərbiyyətləndirə, ta ki, maşını ona verə və o müdafiə elə maşını. Və bunlar da bağlıdır, yəni həman o mənəviyyət aləminə, yəni axirət dünyasına. Əgər axirət dünyasını insan nəzərə almasa, bu dünyavi elmlər həyatın fəlsəfəsini təhlil edə bilməyəcək, təhlil etmədən acizdir. O cür ki, böyük Alman fiziki Max Planck ki, kvant nəzəriyyəsinin banisində 1947-də vəfat edib. Onun bir kitabı var, Fizikada dünyanın təsviri. Max Planck özünün Fizikada dünyanın təsviri adında kitabında yazır ki, o insanlar ki, metafizik aləmini inkar edirlər, onlar bu həyatın sirlərindən baş çıxarda bilməyəcək. Bu təbiət qanunları ilə həyat təhlil edə bilməyəcəklər. Nə üçün? Max Planck yaxşı bir misal vurur. Buyurur ki, arxeoloqlar ki, yeri qazırlar, yerin altında qədimi mədəniyyətlərdən hekayət edən, xəbər verən daşlar tapırlar. Görürlər ki, o daşların üstündə hərflər yazılıb. Ancaq arxeoloqlar o hərfləri oxuya bilmirlər. Çünki o əlifbadan xəbərləri yoxdur ki, 1000 il bundan qabaq insanlar hansı hərflərdən bir-birindən məktub yazırlar. Ona xatir arxeoloqlar o hərfləri öz zehnində fərzi tuturlar. Məsələn, bir xətti ki var, belənçi çəkilib daşın üstündə, deyirlər ki, bəli, bu xətt A hərfidir. Əgər belənçi çəkilibsə, bu hərf B hərfidir. Əgər belə çəkilib, bu V hərfidir. Belənçi öz zehnində fərzi tuturlar. O ki, fərz elədi öz zehnində, ondan sonra o fərziyyə üzərində başlayırlar haman o daşların üstünü oxumağa. Və ondan istəyirlər ki, nəticə alırlar. Bu da fərzidir, 100% deyil. Bəlkə o A hərfi deyil, bəlkə o P hərfidir. Bəlkə o Q hərfidir. Yəni, bunu heç kim deyə bilməyəcək. Buna fərzi tuturlar zeyində başlayır o daşları oxumağa. O kəslər ki, dini kənara qoyub, metafizik aləmini kənara qoyub, istəyirlər həyatı təhlil eləsinlər, onlar müvəffəq ola bilməyəcək. O cür ki, Allah Təbarək və Teala da Qur'an-ı Kərimdə Rum surəsinin 7-ci ayəsində buyurur ki, Əuzu billahi minəşşeytanirracim, Ya'lamuna zahirən minəl hayatid dünya və hum anil axirəti hum qafilun. O kəslər ki, axirət dünyasından qafildirlər, onlar dünya həyatının həqiqətini dərk edə bilmir. Əslən bilmir həyat nədir, nə üçün gəlib həyata. Yəni, insan kimi bir insani həyatı təhlil etsin, ondan acizdirlər. Və nə üçün acizdirlər? Çünki həyatın səbəbi ki var,
o səbəbin bilmirlər. O səbəb həmin axirət. Ona xatir Allah Teala buranı kainatı xəlq edib. Buyurur ki, ya'lamuna zahirən minəl həyatid dünya. Dünya həyatını yalnız bunlar zahirin dərk edir və hum anil axirəti hum qafilun. Çünki bunlar axirət dünyasından qafildirlər. Bunu demək olar ki, Max Planck'dan 1300 il qabaq Qur'an-ı Kərim bəyan eləyib. Və həmçinin Bertrand Russell ki, 20-ci əsrdə yaşamış, tanınmış filosof olub, İngilis filosofu, əvvəl xristian olub, sonra materialistliyi qəbul edib. Bertrand Russell yazır ki, əgər bir nəfər axirət dünyasına ya metafizik aləminə əqidəsi olmaya, əlbəttə bunu şayad xristiyan olan dövrdə deyib. Çünki materialist olan dövrdə ki, bunun əqidəsi olmayıb heç birinə, axirət dünyasında heç bir şeyə. Russell deyir ki, əgər insanın axirət dünyasına əqidəsi olmaya, yəni ki, dinə heç bir bağlılığı olmasa, bu insanın həyatda yaşaması nəyə bənzəyir? Bənzəyir o kəsə ki, bu adam anadan gəlmə kardır. Anadan gəlmə kar həyatda yaşayır. O anadan gəlmə kar gedir dostları ilə, tanışları ilə konsert salonuna ya bir dənə toya gedir. Görür ki, cəmaat orada oynayır. Bu anadan gəlmə kar da başlayır oynamağa. Bir halda ki, anadan gəlmə kar bilmir ki, səs nədir. Anadan gəlmə kar heç vaxt bilməz səs nədir. Ancaq yalandan görür ki, cəmaat oynayır, bu da başlayır oynamağa. O onlar ki, oturar, bu da oturacaq. Daha bilmir ki, bu cəmaat niyə oynayır. Səs eşitmir bu. Yalandan əllərin hərəkətə gətirək, gör ki, bu da nəysə bunlarla eyni haldadır, eyni ləzzət aparır. İnsan ki, dünyada imansız ola, axirətdə heç bir əqidəsi olmasa, onların həyatda yaşamaları bilənçidir. Yaşayır da bilmir necə yaşayır. Qur'an-ı Kərim Bertrand Russell'dan və Max Planck'dan demək olar ki, 1350 il qabaq bəyan edib ki, bəli, ya'lamuna zahirən minəl həyatid dünya. Bəzi insanlar var, dünya həyatının ancaq zahirin dərk edirlər və onlar axirət dünyasından qafildirlər. Yəni demək budur ki, dinin dairəsi çox genişdir. Həm adi elmi nəzərdə tutur ki, insanların həyatda xoşbəxt olmasına çox böyük təsiri vardır. O cür ki, telefonlar icad olunub, ya televizorda cəmaat bir-birinlə əlaqə saxlayır, bu insanların həyatını rahatlaşdırır. Amma mənəvi baxımı olmasa, həman o telefon, o televizor insanlar üçün bədbəxtçilik gətirəcəkdir. O cür ki, çoxları onlarla bədbəxt olur. Bir var, televizorda bir məlumata qulaq asırsan, bir var ki, gedəsən ancaq pis şəkillərə baxasan. Bu həman dediyimiz mövzu ilə bağlıdır. Və Allah Təbarək və Teala Qur'an-ı Kərimdə çoxlu elmi ayələri bəyan edib ki, bu barədə müstəqil kitablar da yazılmışdır. Və hər kəs istəyirsə Qur'an-ı Kərimdə olan elmi ayələrlə yaxından tanış olsun, gərək o kitablara müraciət eləsin ki, çoxlu bu barədə bu günləri kitablar yazılıb. Məsələn, Allah Təbarək və Teala Qur'an-ı Kərimdə Ənbiya surəsinin 30-cu ayəsində buyurur ki, Əuzubillahimineşşeytanirracim. Əvələm yərəl-ləzinə kəfəru ənəs-səməvatə vəl-ərzə kanətə rətqən fəfətəğnəhuma. Aya, bu kafir olan insanlar, yəni o kəslər ki, kafirdirlər, aya bunlar görmürlər ki, göylər və yerlər ilk dəfə bir-birinə bağlı idi. Və fətəğnəhuma, və biz onları bir-birindən ayırdıq. Bu bir dənə elmi kəlamdır. Bu günlərdə astronomiklər bunu qəbul edirlər ki, bəli, bütün səma cisimləri bir yerdə olub, partlayış nəticəsində bunlar ayrılıb və yer kürəsi, o cür ki, Həzrət Əleyhisselam Nəhcül Bələğədə buyurur ki, çox isti halda idi, ondan sonra yavaş-yavaş soymağa başladı. Və buyurur ki, bunlar bir idi. Ənbiya surəsinin 30-cu ayəsi buyurur. Fətəğnəhuma, biz onları bir-birindən ayırdıq. Və Zariyyə surəsinin 48-ci ayəsində buyurur ki, və səmaa bənəynaha biəydin və innallah musiğun. Və göyləri biz öz qüdrətimizlə xəlq elədik və ondan sonra onlara genişlik verdik. Və indi də elm təsdiq edir ki, bəli, səma cisimləri bir-birindən əks istiqamətdə bir-birindən aralanır. Hələ də daimi şəkildə bunlar bir-birindən aralanır. Və Friedman, Hubel, Milton, Humasen
və başqa astronomiklər bunları təsdiqləyir və Belçikalı Lumter demək olar ki, bunu isbat edirdi ki, bəli, səma cisimlərindən müəyyən bir zamanda yox, bəlkə daimi şəkildə bunlar bir-birindən uzaqlaşır. Və Allah təbarək və Teala Nuh surəsinin 16-cı ayəsində buyurur ki: "Və cə'aləl qəmərə fihinnə nura." Mən göylərdə aya nur bağışladım. Ayda nur var. "Və cə'aləş şəmsə siraca." Və amma günəş çıraqdır. Aya görəsən nə üçün aya çıraq demədi, günəşə çıraq dedi? Bu göstərir ki, ay öz işığını günəşdən alır. Yəni çıraq ona deyirlər ki, həm özündə işıq ola, həm də ki, bir otaqda olanda otağın qapısı, pəncərəsi, divarı, otaqda olan hansı bir əşya varsa, o şüa, o çırağın şüası ona düşür və onlar işıqlanır. Ona xatir Allah təbarək və Teala buyurur ki, günəş çıraq kimidir. Amma aya gələndə buyurur ki, onda nur vardır. Yəni, o cürə ki, yer kürəsinə günəşin şüası düşür, o nurlanır. Ay da belə ki, öz-özlüyündə işığı yoxdur. Bəlkə günəşin şüası düşür aya, yer kürəsinə, başqa planetlərə onları işıqlandırır. Bunu Quran-ı Kərim Keplerdən, Qalileyadan və astronomiklərdən çox-çox qabaq bəyan edib. Və həmçinin Allah təbarək və Teala Quran-ı Kərimdə buyurur ki: "Və ənzələ minəs-səmai ma'an fəxracna bihi əzvacan min nəbatin şətta." Taha surəsi 53-cü ayə. Buyurur ki, mən göylərdən yağış nazil elədim, yağış göndərdim və o yağış nəticəsində erkək və dişi olan bitkiləri xəlq elədim. Və o dövrdə ki, Allah təbarək və Teala bu ayəni nazilləyib, o dövrdə insanlar bilmirdi ki, bitkilər də heyvanat kimi erkək dişi cinsinə məxsusdular. Amma Allah təbarək və Teala bunu Quran-ı Kərimdə xəbər verir. Sonralar məlum oldu ki, bəli, bitkilərdə də demək olar ki, erkək dişi növləri var. Və Hicr surəsinin 22-ci ayəsində buyurur ki: "Və ərsəlnər riyaha ləvaqi." Mən küləyi göndərdim, ta ki onların vasitəsilə tozlanma gedə bitkilərdə, ağaclarda və tozlanma nəticəsində bunlar bir-birinlə əlaqəyə girərlər və bunlar inkişaf edirlər, ağaclar bar verər. Və bunlar hamısı elmi və hətta təbii demək olar ki, aləmdə olan proseslərdən bizlərə xəbər verir və yüzlərdən belə ki, ayələr Quran-ı Kərimdə mövcuddur. Və nə qədər elm inkişaf eləyərsə, bəşəriyyət dinə tərəf meyl göstərəcək, yəni İslam dininə tərəf. Bu din bir dənə həqiqi İslamcı dindir ki, kamil dindir, təhrif olunmayıb. Və o cürə ki, böyük İngilis mütəfəkkiri, filosofu Robert Buher demişdir, nə qədər elm inkişaf edərsə, din də o qədər inkişaf edəcəkdir. Və həmçinin İmam Cəfər Sadiq əleyhissalam Robert Buherdən 1100 il qabaq bu kəlamı bəyan eləmişdir ki, əgər elm kamil olarsa, din də kamil olacaqdır. Ancaq İmam Cəfər Sadiq əleyhissalamdan bir rəvayət də haman o Fransanın Strasbourg şəhrində yazılan kitabda mövcuddur ki, İmam Sadiq əleyhissalam buyurur ki, elm 6000 il demək olar ki, inkişafdan qalmışdır. Əlbəttə, hansı bir təqvimə əsasən bunu nəql edirlər, mənə dəqiq məlum deyil. Yəni, demək istəyir ki, elm çox geridə qalmışdır. Əgər elm inkişaf edərsə, insanlar dini də qəbul edəcəklər. Bu barədə söhbətimiz bu qədər. Təhiyyətun ləkum və rəhmətullahi və bərəkatuhu.